Aysu xanım, buyurun, izahını verin. Amma elə izah verin ki, düşün ki, mən həyəcanlanmıram. Düşün ki, mən şagirdəm və mənə izah verirsən. Ver görüm. Deməli, Əliyevcinin sualda deyir ki, uyğunluğu müəyyən edin. 1, 2, 3, birinci erkən tunç, ikinci orta tunç, üçüncü son tunç. Kronoloji gedir. A variantında deyir ki, sənətkar tacirlər qrupunun meydana gəlməsi. Sənətkar tacirlər qrupunun meydana gəlməsi son tunçdur. Aha, nəyin əsasında meydana gəlib? Üçüncü ictimai əmək bölgüsü əsasında meydana gəlir. Bunu 3-ə ayrı edirik. Deyir, ilkin şəhər mərkəzlərinin yaranması. Bu, qarışdırmayın, son tunçda deyil, bu orta tunçdadır. Əhalinin orturaq həyata keçməsi. Xanım, izah verərkən niyə yarımısını verirsən? İlkin şəhər mərkəzlərində dedin, amma hansılar olduğunu demədiniz də? Urmiyada Göytəpə, sonra ikinci Gültəpə, Nərgis təpə və Üzərlik təpə. Aferin sənə, Oğlanqala da var. Sonra? Oğlanqala. Sonra deyir ki, C variantında əhalinin oturaq həyata keçməsi. Əhalinin oturaq həyata keçməsi ümumiyyətlə Tunç dövrünün əlaqəsi yoxdur, Neolit dövründədir. Sonra deyir ki, Ataxaqanlığın meydana gəlməsi. Ataxaqanlığın meydana gəlməsi erkən Tunçdur. Üst balıqda isə Anaxaqanlığı yaranmışdı, unutmayın. Sən biraz məndə bənzəyir. Sonra deyir ki, istehsal təsərrüfatının da keçidin əsasının qoyulması. Yəni, istehlakdan istehsala, unutmayın, keçidin əsası mezolitdə qoyulur. Artıq keçdiyi zaman isə neolitdə. Yəni, yaranması, formalaşması deyən istehsal təsərrüfatı neolitdədir. Aferin sizə, bir şakalatı hak etdiniz. Aferin.